Cruises.az-ın dəyərli dostları, müştəriləri Royal Caribbean Amerikan gəmi şirkətinə aid Legend of the Seas gəmisində gəminin ən böyük ailə otağı Ultimate Family Townhouse adı altında 8-ci mərtəbə 750 nömrəli otaq, 8750. Deməli, ümumiyyətlə otağa giriş hissəsi bu şəkildədir. Hətta burada bir poçt kutusu da var. Toplam 8 nəfər üçündür. Toplamda 4 böyük, 4 uşaq rahat qala bilər. Deməli, suitə daxil olar olmaz belə bir giriş məkanı sizi qarşılayır. Buradan həmən gəminin bir alt mərtəbəsində yer alan Surfside hissəsinə bu pilləkənlər vasitəsilə düşə bilirsiniz. Mən düşməyəcəm, amma ən azından qapını açacağım. I will only open. Okay. Onda open. Buradan rahat bir şekilde düşüp Surfside hissəsinə keçiş edə bilirsiniz. Görürsünüz, bağlayan kimi o kadar ki səs sistemi qaydasındadır. O saat səs dayanır. Deməli, girişdə bu şəkil, baxın, bu birinci mərtəbədir. Və diqqət edirsinizsə, otağın içində bir sürüşkən var. Okay. Deməli, böyük bir ailənin kifayət qədər xoş vaxt keçirə biləcəyi möhtəşəm bir suitdir. Bu oyunlar qulluğunuzdadır, uşaqların qulluğundadır. Bu suitdə butler xidməti var, hansı ki Jean adlanır və sadə bir zənglə həmən istekləriniz həyata keçə bilər. Burada bu yataqlar açılır və 2 nəfər burada qala bilir. Çox fərqli bir suit otağıdır. Əlbəttə ki, balkonu gəminin ən arxasında yer alır və belə bir möhtəşəm bir mənzərə var. Rənglərə diqqət edirsinizsə, həm böyüklərin, həm uşaqların xoş vaxt keçirə biləcəkləri dizayna sahibdir. Balkonu kifayət qədər böyük və uzundur. Digər hissələrdən də göstərəcəm. Bu gəminin ən arxasından möhtəşəm və unudulmaz mənzərə. Bu musiqi səsi hardan gəlir? İndi göstərəcəm sizə. Bu birinci mərtəbə, detalları belə. Hal-hazırda dünyanın demək olar bütün ölkələrindən bu gəmi üçün gələn ciddi satıcılar var. Hər ölkədən demək olar bir nəfər dəvət olunur və deməli otağa girər-girməz burada kiçik bir bölüm var, onu istəyirəm sizlərə göstərim. Bu pofiklər öz yerində. Burada kiçik dostlarımızdan biri uzanıb bu şəkildə istədiyi forma televiziyaya baxa bilər, televizora. Eksik bir hissə. Həmən təqibində burada, deməli bu otaq təsəvvür formalaşsın deyə burada bir oyun məkanı var. Çox detallıdır. Çox element var. Və bu şəkildə hətta popcorn aparatları da var. Bundan əlavə olaraq burada əlbəttə 4 nəfər diqqət edirsə 4 otura biləcəyinizdir və burada interaktiv oyunlardan söhbət gedir. Hansı ki istər bir nəfər, istərsə də 2 nəfərin oyunlar oynaya biləcəyi məkan. Ehtiyac olduğu təqdirdə balacılar bizə mane olmasınlar dediyinizdə pərdəni rahat bir şekilde bağlayıp burada oyunlar oynanıla bilər və eləcə də buradan o balkonun davamı olarak və burada bir jacuzzi var. Hal-hazırda bağlıdır, amma jacuzzi var, o istifadə oluna bilər. Və dediyim kimi gəminin ən böyük otağıdır. Eləcə də bu
xoş vaxt keçirə biləcəyiniz məkanlardan birində də bir otaqdan söhbət gedir. Hal-hazırda suitdəyik. Bir duşakabin var. Sanitar uşaq. Burada butlerin gəlib xidmət göstərə biləcəyi bütün ləvazimatlar yer alır. Səs sistemi, diqqət edirsinizsə. Və bu musiqi, aha, biri yuxarı mərtəbədən düşüb aşağı. O birinci mərtəbə. Birinci mərtəbəni indi qutara bildik və çıxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə bizi musiqili bir pilləkən. Bu gördüyünüz musiqili bir pilləkəndir. Aha. Deyəsən, səs qutardı. Amma bu şəkildə gəldiyinizdə baxaq, bəlkə burada işləyəcək. No, it's closed. Deməli, bu bizim ikinci mərtəbəmiz və ikinci mərtəbədə də deməli, əvvəla uşaqların burada istifadə eləməyi üçün bir qardirob. Uşaqların burada yatmağı üçün 2 mərtəbə yataq və bu asılqanlardır. Çox maraqlı. Bu 2 uşağın yata biləcəyi məkan. Fərqli bir dizayn. Okay. Sonra ikinci digər uşağımızın yatmağı üçün qardiropları və uşaqların vanna otağı. Və bir də 2 böyüyün də qala biləcəyi ikinci mərtəbədəyik artıq. Bu da digər bir master bedroom olaraq keçir və burada da 2 böyük rahat bir şəkildə qala bilər. Bunları açaraq çəkməcələri sizə vaxt itkisinə yol vermək istəmirəm. Çünki nə qədər video uzun olduğu vaxt bir o qədər sıxır insan, amma bu otağı çəkmək üçün əmin olun ki, ən optimal vaxt sərf olundu. Belə bir möhtəşəm bir duş. Bu ikinci mərtəbənin yataq otağıdır, böyüklər üçün. Və ikinci mərtəbənin yataq otağından balkon çıxışı mümkündür. Çox gözəl. Və böyüklərin yataq otağı. İmami məlumat üçün böyüklərin yataq otağı, 2 uşağın yataq otağı və vanna otağı. Digər 2 uşağın yata bilməyi üçün yer. Və bu sürüşkən, aşağıda gördüyünüz sürüşkən, bu açılır, hal-hazırda bağlıdır. Bu buradan çıxır və oradan istifadə olunur. İkinci mərtəbədən olan görüntünü sizinlə bölüşürəm. Çox gözəl bir otaqdır. 8 nəfərin qala biləcəyi, optimalı 4 böyük 4 uşaqdır. Bu şəkildə möhtəşəm bir suite otağı. Bax belə.